Salam. Bu videoda Kernighan'ın fonksiyon analizə aid məsələlər kitabından bir məsələnin həllini verəcəm. Məsələnin şərti belədir. Deməli, H Hilbert fəzasıdır. L H-ın alt fəzasıdır. Və F xətti məhdud funksiyonalı L-də təyin olunub. H-dan R-yə təsir eləyir. Əgər H həqiqi Hilbert fəzasıdırsa, R-yə təsir eləyir. Kompleks Hilbert fəzası olsa da, kompleks ətrafçılığına təsir edir. Onu mötərizədə yazıram. Bunun F funksiyonunun təyin olunması L-dir. İspat eləmək lazımdır ki, F fonksiyonalını F xətti məhdud fonksiyonaldır. İspat eləmək lazımdır ki, bu xətti məhdud fonksiyonalı normanı saxlamaq şərti ilə yeganə üsulla bütün fəzaya davam etdirmək olar. F-in normanı saxlamaq şərti ilə yeganə davamı var. Onu ispat eləmək lazımdır. Davam nə deməkdir? Davam üçün bir şərt ödənməlidir. Yəni, F-in davamı F tilde, onu belə yazırlar. Bunu çoxluq kimi daxil olması kimi başa düşmürük. Bu F tilde F-in davamıdır. Nə deməkdir bu? Bunun üçün iki şərt ödənməlidir. Bu F tilde H ulduzun elementidir. Bu birinci şərt. Xətti məhdud olmalıdır. Və istənilən x daxildir L üçün. Yəni, L-də hər ikisi də eyni dəyərlər almalıdır. Fx-dən F tilde x eynidir. Davam deyəndə bunu başa düşürük. Amma məsələdə başqa bir şərt daha var. Başqa bir şərt odur ki, F-in norması ilə F tildanın da norması eyni olsun. Bu davam olması üçün bu tələb olunmur. Bu qırmızıya aldığım olmaya da bilər. Yəni, F tilde F-in davamıdır. Sadəcə yazdığım şərt, amma qırmızı mötərizədə yazdığımı məsələnin şərtində tələb olunur ki, bu şərtdə ödənsin. İndi ispat eləməliyik ki, bu F tilde yeganə bir xətti məhdud funksiyonu var ki, davamdır. Normanı saxlamaq şərti ilə, başqa davam yoxdur. İndi Xambanaq teoreminə görə əslində bilirik ki, biz F-in davamı vardır. Normanı saxlamaq şərti ilə davam var. Amma Xambanaq teoremindəki davam yeganə deyil. Xambanaq teoremi xətti normallı fəzada verilmiş bir alt fəzasında, xətti normallı fəzanın bir alt fəzasında verilmiş xətti məhdud funksiyonalı normanı saxlamaq şərti ilə bütün fəzaya davam etdirmək olar. Amma oradakı davam yeganə deyil. Və orada başqa bir fərq daha var. Xambanaq teoremini Zorun lemması ilə ispat edirik. Və Zorun lemması seçim aksiyomuna təbii ki, ekvivalentdir. Zorun lemması ilə seçim aksiomu ilə ispat olunan teoremlərin nəyələnsə varlığı ispat olunur orada. Və o varlığı ispat olunan sadəcə varlığı göstərilir. Orada onun spesifik, yəni xüsusi bir nümunə, məsələn, davam var, amma davamın nə olduğunu bilmirik. Sadəcə davamın olduğunu bilirik ki, davamlar vardır. Nümunəsini verə bilmirik. Sadəcə varlığını ispat edirik. Burada isə biz davamın nə olduğunu da göstərəcəyik. Və ispat edəcəyik ki, davam da yeganədir. İndi davamın olduğunu əslində ispat eləmək asandır burada. Çox asan çıxacaq o Riss teoremindən. Deməli, L H-ın alt fəzası olduğuna görə alt fəzadır. Alt fəza olduğuna görə alt fəza olduğundan aydın məsələdir ki, L də bir Hilbert fəzasıdır. L bir Hilbert fəzasıdır. İndi o zaman və F də L-də təyin olunubsa, bu F-in əslində L ulduzda olmağı deməkdir. Olduğundan Riss teoreminə görə
Riz teoreminə görə elə bir yeganə y elementi var ki, elde fx x-in y-ə skaler hasil olar. Və f'in də norması norma y olar. İndi burada biz əslində f'in bir davamını əldə etmiş olarıq. Bu bərabərlik təbii ki, istənilən x daxildə elde doğrudur. F'in bir davamını taparıq. Məsələn, bir f1 x bütün fəzada təyin olunmuş bir funksiyona baxacağım. O x-in y-ə skaler hasil olsun. Buna bütün fəzada baxıram bu xətti məhdud funksiyonala. Bu xətti məhdud funksiyon olacaq. Yəni çox asan isbat olunur. Koşe-Bunyakovskidən çıxar xətti məhduddur. Və xəttiliyi də çox asan isbat olunur. Buradan çıxar ki, f1 h ulduzdadır. Və f1'in də norması elə norma y-ə bərabərdir. Aydın məsələdir ki, bu f1 xətti məhdud funksiyonalı f'in davamıdır. Buradan aydındır ki, f f1'in davamıdır və norma f norma f1'dir. Yəni əslində Hilbert fəzasında Xambanaq teoremini ispat eləmək olduqca asandır. Riz teoremindən birbaşa alınır. Amma məsələdə başqa bir şey tələb olunur. Məsələdə tələb olunur ki, ispat eləmək lazımdır ki, davam yeganədir. Bir dənə davam var, başqa davam yoxdur. İndi biz f'in başqa bir davamına baxaq və göstərək ki, o elə f1'dir. O zaman yeganəlik sübut olunacaq. Deməli, f'in başqa bir davamını götürürəm. Ona f tilda deyirəm. Və buradakı f tilda h ulduzdadır. Davam xətti məhduddur. Kəsilməz bir funksiyonaldır, xətti funksiyonaldır. Və f'in də norması f tildanın normasına bərabərdir. Olsun. İndi biz göstərməliyik ki, göstərək ki, bu f tilda funksiyonalı əslində elə indicəki f1'dir. Eğer biz bunu ispat etmiş olsak, o zaman davamın yeganə olduğunu ispat etmiş olarıq. Biz f1 davamdır. Başqa bir davam olsa, o elə f1'dir. Demək ki, davam yeganə olacaq. Bunu ispat edək. İndi bunu necə ispat edəcəyik? Yenə də Riz teoremindən tətbiq edəcəm. Deməli, f tilda h ulduzun elementidir. Olduğundan Riz teoreminə görə bu Riz teoremi Hilbert fəzasında çox önəmli bir teoremdir. Yəni Hilbert fəzasında bir xətti məhdud funksiyonalın formasını müəyyənləşdirir. Bu şəkildədir deyir. Yəni elə bir ki, h ulduzun nə olduğunu artıq konkret bilirik ki, ancaq x-in y skaler hasilləri kimi xətti funksiyonallardır, başqa yoxdur. CAB-də məsələn, AB parçasında kəsilməz funksiyonallar fəzasında onun üçündə bir Riz teoremi var. Onun qoşması məhdud variasiyalı funksiyalar olacaq. Riemann stildes inteqrallar təyin olunur. Onlar xətti məhdud funksiyalar olacaq. Yəni o da bir Riz teoremidir. Yəni o CAB-nin formasını müəyyənləşdirir. O biraz daha çətindir. Amma Hilbert fəzasında ümumiyyətlə çox vasitə var. Skaler hasil var. Xətti məhdud funksiyaların ümumi şəkili var. Banaq fəzasına baxanda Hilbertdə vasitə çoxdur. Olduğundan Riz teoreminə görə elə bir yeganə y1 elementi olacaq ki, h-da. Olar ki, vardır ki, belə deyək, deməli, f tildanın x-daki dəyəri x-in y1-ə skaler hasilidir. Və
f tildanın da norması elə y1'in normasına bərabərdir. Olar. Bunu bilirik. İndi biz f tildanın f1'ə bərabər olduğunu ispat eləmək istəyirik. f1 nədir ki? f1 funksiyonalı x-in y-a skalar hasilidir. Y elementi üçün. Bir y elementi vardır ki, daha doğrusu f1 x ilə götürdü. X-in y skalar hasili götürmüşük. İndi burada nə anlar? Ona baxacağıq. Əlimizdə olanlar. İndi f ilə f1'in bərabər baxın. f1 nədir? f1x xətti məhdud funksiyonunu bir daha yazıram. X-in y skalar hasili idi. F tilde x nədir bəs? F tilde x x-in y1'ə skalar hasilidir. X-in y1'ə. Hansı ki y ilə y1 h-dadır. İndi və hər ikisi də f-in davamıdır. f1'in f-in davamı olduğu aydın məsələdir. İndi f tilde da f-in davamıdır. Göstərməliyik ki, f tilde elə f1'dir. Bunu göstərmək üçün, deməli, f1'in f tildəyə bərabər olduğunu göstərmək üçün, y-in y1'ə bərabər olduğunu göstərmək kifayətdir. Təbii ki, y ilə y1 eynidirsə, o zaman f1 ilə f tilde eyni olacaq. Deməli, göstərək ki, məsələmiz buna döndü. Göstərək ki, y y1'ə bərabərdir. Öncə bildiklərimizi yazaq. Nələr bilirik onu yazaq. İstənilən x daxildir L üçün fx ilə f tilde x eynidir. Səbəb ona görə eynidir ki, çünki f tilde f'in davamıdır. L'də üstə düşməlidir. F L'də təyin olunmuş idi. Bu nə deməkdir? Bu x'in y skalar hasili idi. F bu x'in y1'ə skalar hasili idi. Və buradan da çıxar ki, skalar hasilinin xassələrindən x'in y minus y1'ə skalar hasili 0 olacaq. Bu istənilən x daxildir L üçün doğrudur. Onu burada yazıram, lazım olacaq. Deməli, istənilən x daxildir L üçün x'in y minus y1'ə skalar hasili 0'dır. Xüsusi halda y də L'də idi. Y L'in elementi idi. Və y'in y minus y1'ə də skalar hasili 0 olacaq. Buna ulduz deyin, bunlar istifadə olunacaq. Başqa nə bilirik? Norma f, norma f tildaya bərabərdir. Norma f nə idi? Norma f, norma y idi. F tildanın norması nədir? Norma y1. Və buradan Hilbert fəzasında skalar hasilinin təyin olunmasına görə, skalar hasili Hilbert fəzasında belə təyin olunur. y1'in y1'ə skalar hasili. Deməli, biz burada da kökləri yox etsək, y-in y-ə skalar hasili bərabərdir y1'in y1'ə skalar hasili. Bunu əldə etmiş olarıq. Buna da 2 ulduz yazaq. Bu ulduz və 2 ulduzdan istifadə eləyərək y-in y1'ə bərabər olduğunu göstərəcəm. Burada fx'in x'in y skalar hasili olduğunu ən başda göstərdik təbii ki. Orada Riz teoremindən çıxmışdı ki, elə bir y var ki, L'də bu doğrudur. Onu göstərmişdik. Aha. İndi y-in y1'ə bərabər olduğunu necə göstərərik? Bunun üçün təbii ki, bunu göstərmək kifayətdir. Bunu hesablayacağım və 0 əldə eləyəcəm, bitəcək. Bu nə deməkdir? Y minus y1'in y minus y1'ə skalar hasili deməkdir Hilbert fəzasında. Skalar hasilinin xasslarından istifadə etsək, bu
y minus y1'in y skaler hasili minus y minus y1'in y1 skaler hasili deməkdir. Bu bərabərdir. Deməli, biz bunun 0 olduğunu bilirik. Çünkü y'in bakın ulduzda fikir verin. Y'in y çık y biraz karşısı 0 ise o birisi de 0 olacak. Y çık y'in de y karşısı 0 olacak. Çünkü onlar ya beraberdir. Həqiqi libert fəzasında beraber olur. Kompleks libert fəzasında bir-birlərinin qoşması da olar. Ama tabii ki 0'ın qoşması da 0 olduğuna göre o her zaman 0 olacak. Buradan ne alınır? Belə bir şey alınır. Onu yazıram. Mənfi y minus y1'in y1'e skaler hasili. Skalersin hasilindən istifadə edərək bunu da açaq. Bu y'in y1'e skaler hasili minus y1'in y1'e skalesi olacaq. Ve bu da beraberdir. Bu da beraberdir. Y1'in y1'e skaler hasili minus y'in y1'e skaler hasili olacaq. Ama y1'in y1'e skaler hasili iki ulduza baxsaq o y'in y skalesi deməkdir. Minus y'in y1'e skaler hasili. Bu da y'in y minus y1 skaler hasili deməkdir. Və bir ulduzlara göre bu da 0'dır. Deməli biz burada ispat etdik ki norma y minus norma y1'in kvadratı 0'dır. Buradan çıxdı bu. Bu da y minus y1'in 0 olmağı deməkdir və normanın tərifinə görə sadəcə 0 elementin norması 0 ola bilər. Amma bu Hilbert fəzasının 0'dır. İstərseniz ona teta yazım. O həqiqətlərdəki 0 deyil. Buradan y bərabər y1 olar və bununla da məsələmiz tam ispat olundu. Çox maraqlı bir məsələdir. Yəni Hilbert fəzasında alt fəzada verilmiş bir xətti məhdud funksiyonalı normanı saxlamaq şərti ilə yeganə qaydada bütün fəzaya davam etdirmək olar. Onu da ispat etdik. Təbii ki, Riss teoreminin köməyi ilə. Növbəti videoda görüşərik. Sağ olun.